Hamıya salam. Sabah Wales'in TNS komandası üzərində 2-0 hesablı qələbə qazandı. Gəlin bu qolları bir-bir analiz edək. Bu qol təsadüf idi. Təbii ki, yox. Bu qol Simicin ustalığı idi. Gəlin Simicin vurduğu son 5 qola baxaq. Bu qolların 3'ü oyun vəziyyətindən, ikisi isə standart vəziyyətdən vurub. O bu mövsüm 28 oyuna 11 qol, 8 asistlə oynayıb, həmçinin ikinci qolun asistini də edib. Gəlin komandamızın ikinci qoluna baxaq. Bu dəfə Kahin Paris fərqlənir. Bu ona doğru atır. Müdafiəçilər topun binanın götürəcəyini düşünür, lakin o cüssəsi ilə topu qoruyur və Parisə topu götürmək imkanı yaradır. Paris topu qəbul edir və fərqlənir. Və beləliklə komandamız masahazırda rəqibinin avtobusunu yarır və Walesə daha rahat gedir. Bu qələbənin memarı Simic olur. Kanala dəstək olmağı unutmayın. Sağ olun, futbolla qalın.